Ne öldürürsən elə? Yazıq da öləri. Şey sallar ona görə. Hadi gedirik. Sallar. Ne bileyim ben. Məcburi bunları mağazinə aparıram. Bütün günü evdədirlər. Əsas da baba bu kız. Duymadan resim çekiyor. Əsas da bu. Bax bu böyük kız. Onlar resim gösterir. Uşaqlar sürekli sən Felix'in oyuncunu çəkmişəmsə göstərəcəm. Bakın. Qaydanda. Hə. Dünən Yağmur çox qəşəng əsər yaradıb, ləzzətli. Black de seviyorum ama sürekli sağ. Qapını bağla Yağmur. Öz o balalayacaq. Şey olsa bir daha götüreyim. Siz de sürekli sevirsiniz. Bağla dəqiq, əmin ol. Siz de Blackpink sevirsiniz size yazın. Blackpink. Ne oldu? Blackpink eşqi qutardı Yağmur. Yok. Gel. Çok piştim. Ben almalı şey. Görək qulaq təmizləyən nə tapdı. Beni seviyorum çok yakışıklı. Bu deyən görüm. Çox qəşəng. Görsen ben istedim. Qoy görüm. Samavar deyə. Çox əsl mənim malımda bu. Samavar. Görürsən, Saklayanlar için. baxın bunlar samavar materialdır. Mən bundan yoldaşıma almışdım. Özü qiymətdə pisdir, qəşəngdir. 2 manata. Superdir. Bu yoldaşım sındırdı. Demək gəldik bazarlığa. Bazarlıq eləməyə başladıq və burada konfet yerində, Ballıdayı konfet yerində əfsanə xanım var, çox gözəl xanımdır. Çox gözəl məsləhətlər verir. Ağız dadımızı da bildiyi üçün konkret bilir ki, biz nə sevirik də. Yəni müştəri ilə çox gözəl işləmə belə deyək qabiliyyəti var deyə. Yəni bilir ki, hansı müştəri nə xoşlayır, hansı müştəri nəyi sevmir. Sevdiklərimizdən təklif eləyir, yeni gələn məhsullardan təklif eləyir. Sağ olsun, var olsun. Buradan ona ayrıca bir təşəkkür edirəm. Kofiləri mən xoşlayıram deyə sağ olsun rəhbərlik. Mənim üçün gətirib bilir, hər gün mən bundan bir dənə içməsəm özümü rahat hiss eləmirəm. Çox dadlı kofedir. Qablarımı yudum və meyvə qabı falan qənd qabını da çıxartdım. Burada stəkanlarımı indi biraz suyu süzəndən sonra bura qoyacağam. Gündəlik stəkanları bura qoyuram, rahat olsun uşaqlara görə və bunları indi yerləşdirəcəm. Bu beyefendi bizi boşaltmaya götürecek. Anahtar kartını masama bırakabilirsin. Patron. Bu bizim ən sevimli kalbasamızdır. Siz kalbasalar ümumiyyətlə biz sevirik. Sonra qızlarımın sevimli kalbasası. Soğan 29 qəpiyidir. Aldım. Evdə var idi. Podvalda belə deyək də sumkadan asmışam. Setkalı sumkadan. Yenə də aldım. Alıb atıram belə zapas. Kartof almışam. Düzü çox elə də bəyənmədim. Amma yenə də kartof lazım idi. İndiki kartoflar yaxşı olmur. Keçdik şirniyyatlara. Yine bir konfetlər aldım. Xoşlayırıq. Konfetlər vəbşi bayılırıq. Sevirik. Qarışıqdır. Burada da bir fərqlidir. Sonra peçenyalar, sport peçenya, biz şokoladla xoşlayırıq, uşaqlar xoşlayır, daha doğrusu yoldaşım da sevir. Səhər yeməklərini istəyirəm ayrı göstərib. Sonra belə bir şokolad. Baxın bu şokolad konfetlər. Görüm hanı çıxdı o. Yox, çıxmayıb. Yəqin o bir paketdədir. Tapa bilsəm təbii ki, bilmirəm, yoldaşım aldı alma, bəlkə heç almayayım. Belə bir qoz fındıq çərəz aldı və səhər yeməklərindən. Bu qaymaqdır, yurdumun qaymağını sevirik. Sonra Azər südün şokoladını və savod çox xoşumuza gəlir. Bir də Erbenin şoru. Yəni bunları biz sevirik, xoşlayırıq. Besta düyüsü aldım. Besta düyüsü çox xoşumuza gəlir. Ləzzəti, dadı, ətri çox gözəldir. Həm də bişəndən sonra da qəşəng şişir. Bir də belə qalanski aldıq. Əvvəl uşaqlar bunu sevmirdilər, tulçini. İndi xoşları gəlir. Və qənd qabımı gətirdim. Daşı konfet qabımı gətirdim. Qəşəng qənd konfet qabıdır. Deməli mən konfetləri belə tökürəm, həmişə qarışdırıram, açığım deyim. Və bunu nə edirəm? Bunlardan uje hərəsindən 2-2 yığıram konfet qabına.
Desəz ki, niyə elə? Niyə qarışdırırsan? Çünki indi hamısını mən bura yığa bilməyəcəm axı. Bunu sonra yığacam başqa bir yerə. Həmin qabda, yəni konfet yığdığım qabda hamısından olsun deyə qarışıq, əlimə atanda qarışıq gəlsin deyə. Elə ona görə qarışdırıram. Sıra-sıra tökəndə tutalım. Altda bunlar qalır, üstdə bunlar olur. Təzədən o qabı boşaltmalıyam. Təzədən bunu altdan çıxartmalıyam. Amma qarışıq yığanda, hamısını qarışdırıb yığanda onda daha yaxşı olur. Yəni əl atanda, həmin qabdan konfetin qutaranda qabdan çıxardıb rahat şəkildə konfet qabına yığa bilirsən. Və qızlar, bu konfeti deyirəm. Bu konfet yerli istehsaldır. Səhv etmirəmsə, Lənkəranın olmalı. Səhv etmirəmsə, yalan deyirəm. Çox ləzzətli, çox dadlıdır, məsləhətlidir. Baxın, bu formada yazılır. Digər sonkanı boşaldıram. 2 cür lavaş aldım. Həm qara, həm də ağ. Sonra bu kofilərdən ötürü ürəyim gedir. Sanki marojna içirsən. Buna dadanmış oje sevirik. Sonra biraz şirin biber aldım. Çoxdan da banan almadım. Bir ara çox aldım. Uşaqlar yemək istəmirdi oje. Kanın axırıncılarının içindən çıxartdım. Kələm aldım. Kələm yaxşı idi bu günlər 38 qəpikdən. Bir də un aldım. Mən bu unu nə bişirsəm bişirim. Bu unu çox sevirəm. Digər firmalar alanda xoşum gəlmir. Həm axıntı olur, həm necə deyə belə axır da xəmir. Su salır da. Amma bu unlar çox qəşəngdir. Yəni mənə görə. Hə, qızlar, deməli alma da aldıq. Bunu 1 manatdan aldıq. Çox qəşəng alma idi. Bayaqki mandarini 1.30-dan almışdım. Sonra burada nə almışıq? Bu görüm, hə. Bunlar da almışam. Sonra kivi aldım. 1.50-dən idi, amma kivi biraz bərkdir. Bu meyvələrin arasına qoyanda çox qəşəng yumuşaq olur. Bu armudu aldım 1.50-dən. Duşesti çox dadlı armuddur. Yeyib dadına baxmışam. Qızıma demişəm ki, get arabaya bax, bazar arabasına. Qızım da gelib, deyib gəlib ki, ana heç nə yoxdur. İçindən karaloklar çıxır. Mən də deyirəm, mən meyvə almışam, baxıb karalok almışdım. Nujeni koydum, onu dükkanda geldim. Neyse kızlar, karaloklar tapıldı. İlkin gelin tapıldı. Ve mandalin aldım. Bizim yanımızda pazar var. Çok qəşəng pazardır. Hər qiyməti də var. Bir oğlan var orada. Ondan həmişə alırıq. Sonra kənd məhsullarının yeri var. Yəni siz orada yemək, yəni yemək yanında yemək üçün belə cüvətlər aldıq. Və pendir aldım. Bu pendiri sevirik. Mamam o vaxtlarından xoşlayırdı bu pendiri və mən də mamam gilə gələndə bəyəndik deyə. Elə bu pendiri sevirik. Mən xaldenkin şüşələrini təmizlədim və bunları yerləşdiririk nəhayət. Bayaqdan bunu gözləyirəm. Bunları belə qoyuq. Bəlkə bu tərəfdən qoyum. Bu tərəfdən qoyum. İşin qabağını çox almasınlar. Bu köhnə şorumuzdur. Bunun üstünə qoyuram ki, qabaqdakı yada düşürsün, yiyilsin. Bu səska çox yemirik deyə. Ona görə nə vardısa daha səska almadım. Həm də istədiyim səska yox idi. Deməli qızlar, səhər yeməklərini yerləşdirdim. Hamısını tam çəkə bilmədim. Pendiri də belə qoydum. Mən klokda saxlamaq xoşlayıram. Onda tamı dadı dəyişmir. Və burada 3 bacım var. Göyərtim falan. Deyir, məsəl var. Deyir, yayda xaldenikə aldıqlarımızı yerləşdirə bilmirik. Qışda da nə qədər alırsan, xaldenikdə olmur onsuz da. Bax, bu vəziyyət olur həmişə. Başladıq, gəl. Çəkmədən. Gəl də gəl. Çəkmə. Get bir dənə də fırlan gəl də. Milli paltardasın buy. Ay. Fırlan. Qoca nənələr kimi gəlsin səni. Fırlan. Ne diyeceksin buradan? Cəbrə. Ne diyeceksin buradan? Cəbrə, belə fırlan, qəşəng. Ne diyeceksin buradan? Moda göstərsən. Ölü gəlir, elə bil. Bir tez ol da, moda göstərsən. Əhval-ruhiyyəli. Çok pis görünüyor. Vinetkada en saçlan olmasında daha farklı saçlan. Eləyəcəm də bundan saç. Bunu yerləşdirənə qədər düşündüm ki, fərqli bir şey eləmək istəyirəm. Çoxdan da ev çörəyi eləmirdim. Biz ev çörəyini ancaq bişirən kimi sırası ya şorla ya qaymaqla nə ilənsə yeyirik. Bu bizi yəni daha rahat olur. Amma gündəlik ev çörəyi xoşlamırlar bizimkilər. Zavod çörəyi, yəni mağazin çörəyi sevirlər deyə. Burada göz yarı un yerləşdirdim, yəni tökdüm. Sonra bir xörək qaşığı droş, yəni tam dağ formasında yox, hamar formasında xörək qaşığı, bir çimdik duz və yoğurdum, qoydum ki, əmələ gəlsin. Axşam yoğurdum
bişirdim bunu. Təbii ki, səhər bişirdim. İndi səhər bişirməyi də sizinlə bölüşəcəm. Böyük alıram. Bu 2 kiloluqdur. Onun az qalmışdı. Şirniyyat bişirirəm tez-tez uşaqlara. Belə boşaldıram rahat. Soğumu da belə iri vidrəyə boşaldıram və unumu da əlverişlidir, belə rahatdır. Paltar yuyanım yenə başını xarab elədi özünün. Biz özü kimi də bizim də başımızı xarab eləməyə çalışır. Bilmirəm nədəndir. Əvvəl həmişə tokundan olurdu rozetkaya keçən hissəsindən, baş hissəsindən. İndi bilmirəm nədəndir. O hissələrdə də normaldır. Rozetkanın özünə ayrıca bir fen saldım yoxlamaq üçün ki, görək rozetka dibdən xarabdırmı ya yox. Fen işlədi. Amma bu tokların baş hissələri, tranikləri fərqli olur. Baş hissələr və traniklə, çerez traniklə rozetkaya keçirtmək olduğu üçün hər ikisi indi hal-hazırda sağlamdır, heç bir problemi yoxdur. Sadəcə olaraq paltar yuyana tok getmir. İndi atam gəlir, görək nə olur. Paltarları qoşmuşdum, bildiyiniz kimi. Baxın, tokda heç bir problem yoxdur. Bu tranikdir. Paltar yuyanın toku keçir bura. Bu da rozetkaya keçir. Bu formada qalır. Bunda heç bir problem yoxdur. Və bunu da gətirdim, taxdım. Yenə də nəsə oyun çıxartmaq istəyir. Paltarları qoşdum. Qoşub meyvə tərəvəzimi yerləşdirənə qədər paltar yuyan dayandı. Tam heç çox getmədi. Əlimdə işimi saxladım. Tez papama zəng elədim. İndi gəlsin görək nə olur. Tam gələnə qədər meyvələri yumuşdum və yerləşdirim. Meyvə qabıma qoyum stolun üstünə. Çayımı da qoyum, atam gələndə çay verərəm və deyəcəksiniz ki, bəs papanı da göstər, papa xoşlamır kameralarda görsənməyi, şəkil çəkdirsə ancaq şəkil xoşlayandır, o da xeyirdə, belə tez-tez şəkil çəkdirməyi də sevmir, o da çəkdirsə nəvələri ilə çəkdirir. Yəni biz qalmışıq qıraqda. Təbii ki, bu bir zarafatdır, qurban olaram onun canına, onun nəfəsinə, onun elə canı sağlam olsun, bizə yetər. Balaları üçün də hər şey edən bir atadır. Və çörəyimizi axşamdan yoğurdum, qoydum. Səhər bişirdim, səhər çörək. Bəh. Bu 2 bölək, görək, baxın. Bu 2 bölüdən, görək için üstüsü. Hiss edirsiniz üstünü. Bəh.